Dərsimiz mexaniki rəqslər. Mexaniki rəqs cismin tarazlıq nöqtəsi ətrafında təkrarlanan hərəkətinə deyilir. İki cür rəqqas tanıyacağıq biz. Riyazi rəqqas birinci gördüyümüz, yaylı rəqqas ikinci gördüyümüz. İp və ona bağlanmış cisim riyazi rəqqasdır. Buna ipli rəqqas da deyilir. Yay və ona bağlanmış yükdən ibarət sistem də yaylı rəqqasdır. İndi bu bənzəyir bizim bildiyimiz yelləncəyə. Cismi A nöqtəsindən çəkib buraxsaq, o cisim A nöqtəsindən gedəcək O nöqtəsinə. O nöqtəsində ətalətliyi nəticəsində dayanmadan keçəcək B nöqtəsinə gedəcək. B-dən də təkrar geri qayıdacaq O nöqtəsinə, oradan A nöqtəsinə, beləcə rəqs hərəkət icra edəcək. Təbii ki, real həyatda sürtünmə qüvvəsi mütləqdir. Sürtünmə qüvvəsi nəticəsində bu cismin rəqsi getdikcə azalacaq və ən sonunda gəlib A nöqtəsində, daha doğrusu O nöqtəsində dayanacaq. Ona görə O nöqtəsi olur bu cismin tarazlıq nöqtəsi, AB-də kənar nöqtələri. Eyni zamanda bu da onun kimi. AB kənar nöqtələr, O tarazlıq nöqtəsi. Adətən rəqsi hərəkəti öyrənmək üçün, xarakterizə etmək üçün belə bir şəkildən istifadə olunur məsələlərdə. AB kənar nöqtələr, O tarazlıq nöqtəsi. Bu formada şəkil görəndə biz bilməliyik ki, söhbət gedir rəqsi hərəkətdən. İndi rəqsi hərəkəti xarakterizə edən bəzi kəmiyyətlər var. Bunları tanıyaq əvvəlcə. Bunlardan birincisi amplituddur. Rəqsin amplitudası. Amplitud cismin tarazlıq vəziyyətindən uzaqlaşa bildiyi ən böyük məsafədir. Cismin tarazlıq vəziyyətindən uzaqlaşa bildiyi ən böyük məsafə onun amplitudu adlanır. Ya da ən böyük yer dəyişməsi belə deyə bilərik. Amplitud XM hərfi ilə işarə olunur. Bu şəkildə silinən, bu bizə lazım deyil. Deməli, amplitud XM hərfi ilə işarə olunur. XM, yəni yer dəyişmənin maksimal qiyməti, X-in maksimal qiyməti. Və yaxud da bəzən A ilə də işarə edirlər, A hərfindən də işarə olunur. Və amplitudun vahidi əlbəttə ki, məsafə olduğuna görə metrdə xəttkeşlə ölçülür. İkinci kəmiyyətimiz rəqslərin sayıdır. Rəqslərin sayı N hərfi ilə işarə olunur. Adsız kəmiyyətdir. Vahidi yəni yoxdur. Çevrə özü hərəkətdə bir tam rəqs. Yadımıza salaq. Bir tam rəqs yox, bir tam dövr nə zaman bitirdi? Cisim hər hansısa bir nöqtədən başlayıb həmin nöqtəyə geri qaydanda bir tam dövr bitirdi. Eynisi burada da belədir. Cisim bir nöqtədən başlayıb həmin nöqtəyə geri qaydanda bir tam rəqs bitir. Amma burada bir dənə incə bir məqam var. Buna diqqət yetirmək lazımdır. Cisim A nöqtəsindən başladısa, O nöqtəsinə, oradan da B nöqtəsinə, daha sonra B-dən O-ya, O-dan da A-ya geri qayıtdı. Bir tam rəqs bitdi. Bir tam rəqsdə cisim 4 dənə amplitud yol getməlidir. 4 amplitud. Çevrə özü hərəkətdə yadımızdadsa, cisim bir tam dövrdə neçə dərəcəli bucaq çizirdi? 360 dərəcəli. Tutalım ki, nömrələyək 1, 2, 3, 4 olsun. Cisim bir nöqtəsindən hərəkətə başlayıb, saat əqrəb istiqamətində fərz eləyək ki, hərəkət eləyir. Yenidən bir nöqtəsinə qaydanda bir tam dövr bitir. Və bir tam dövrdə cızdığı bucaq 360 dərəcə olur. 360 dərəcəmiz də 2 pi-dir. Və çevrəni 4 yerə bölüb, hər bir hissəyə də bir dilim deyirdik. Hər bir dilimimizdə bucaqca 90 dərəcədir. Yəni pi bölü 2 ya da 0,5 pi-dir. 0,5 pi, 0,5 pi, 0,5 pi. Ümumilikdə 2 pi bucaq çizir. İndi rəqsi hərəkətdə də belədir. Rəqsi hərəkətdə fikir verin, burada 4 amplitud yol gedir. Hər amplitudda burada deyirik bir dilim. 4 dilim yol gedir. Bir tam rəqsdə 4 amplituddan sonra yekunlaşır. Əgər cisim O nöqtəsindən başlasa, buradan fərz edək ki, bir zərbə indirdik cismə. O nöqtəsindən başladı hərəkətə. O'dan getdi B-yə, B-dən qayıtdı O-ya, bir rəqs bitmir. Çünki bu başlanğıcda bunun sürəti sağa idi, indi qaydanda sola olur. Həmin vəziyyətə qayıtmayıb.
O'dan getdi B'yə, B'dən O'ya, O'dan yenidən A'ya, A'dan yenidən O'ya qaydanda həmin vəziyyətə gəldi. Burada artıq sürəti yenə sağa oldu başlanğıcdakı kimi. Başlanğıc vəziyyətinə geri qayıtdı. Deməli bir tam rəqs bitdi. İndi bunu daha lazım deyil, bunu siləm buradan. Amma bizə lazım olacaq. Yadda saxlayaq ki, bir dilim 0.5 pi'dir, 90 dərəcədir yəni. Üçüncü cəmiyyətimiz rəqs periodudur. Rəqs periodu böyük T hərfindən işarə olunur və bir rəqsə sərf olunan zamandır. Bir tam rəqsə sərf olunan zaman. Düsturumuzda T bölünsün N'dir. Elə çevrədəkindən eyni düsturdur. Vahidi də saniyədir. Bir tam rəqsə sərf olunan zaman. Cisim A'dan fərz eləyib başladı. Getdi O'ya, oradan B'yə, qayıtdı O'ya, yenidən A'ya. Bir tam rəqs bitdi və bu rəqsə nə qədər vaxt sərf olundusa, bu olur rəqqasın rəqs periodu. Növbəti cəmiyyətimiz rəqs tezliyidir. Rəqs tezliyi 1 saniyədəki rəqslərin sayıdır. Hər 1 saniyədəki rəqslərin sayı. Nü hərfindən işarə olunur. Buradan adını da yazıram hərfin. Və periodun tərsidir. Düsturumuz olur N bölünsün T, yenə çevrədəki kimi. Vahidi də 1 bölünsün saniyə olacaq. Amma burada tezlik vahidi olaraq hertzdən istifadə olunur. Hertzin də açılışı elə 1 böl saniyədir. Və yaxud da saniyə üstü -1 də deyə bilərik. Rəqs periodu, rəqs tezliyi bunlar saniyə ölçəndən ölçülür. Növbəti cəmiyyətimiz ya da növbəti cəmiyyətə keçməmişdən əvvəl yenə bu ikisinin bir-birindən əlaqəsini deyək. Perioddan tezlik gördük ki, bir-birinin tərsidir. Onu deməli yaza bilərik period T bərabərdir 1 böl nü. Nü də bərabərdir 1 böl T. Bir-birinin tərsidirlər. Period 10-dursa tezlik 1'dir. Tezlik 5 isə period 5'də 1'dir, yəni 0.2'dir və s. 5-ci cəmiyyətimiz dövrü tezlik. Dövrü tezlik omega hərfi ilə işarə olunur və yenə düsturumuz eyni qaydada delta fi bölünsün delta t'dir. Çevrədəki kimi. Buradakı fi'nin adı artıq dönmə bucağı yox, rəqsin fazasıdır. Növbəti cəmiyyətimiz rəqsin fazası. Rəqsin fazası fi hərfi ilə işarə olunur və düsturumuz da elə buradan çıxır. Biz bu düsturu açsaq, delta fi'ni fi çıx, fi 0 bölünsün t yazsaq, onda oradan fi'ni də çıxardığında olur fi bərabərdir fi 0 plus omega t. İndi dövrü tezlik və rəqsin fazası. Bunların hər ikisinin tərifini deyəcəyik, amma əvvəlcə dövrü tezliyin çevrədə olan 3 düsturu burada da var. Onları da qeyd edək. Omega bərabər ən çox da bunlardan istifadə olunur. 2pi böl t, bir tam rəqsdə faza 2pi olur. Faza elə bucaq rolunu oynayır. 2pi böl t olur. 2pi nü olur. Və yaxud da 2pi m böl t olur. Bunlar biraz kənara çəkək buradan. 2pi böyük bölünsün kiçikdir. Yenə burada çevrədəki kimi bizə əsas lazım olan düsturlar bunlardır. Məsələlərdə adətən bu düsturlardan istifadə olunur ən çox. Dövrü tezliyin vahidi hertzdir. Hertzin açılışı yenə saniyə üstü -1. Rəqsin fazasının vahidi radiandır. Dövrü tezlik 2pi saniyədəki rəqslərin sayıdır. Bax, bu düsturdan istifadə edirik tərif demək üçün. 2pi nü. Nü burada rəqs tezliyidir. 1 saniyədəki rəqslərin sayıdır. Qarşısında 2pi olduğuna görə dövrü tezlik deyirik ki, 2pi saniyədəki rəqslərin
sayıdır. Rəqsin fazası isə cismin istənilən anda vəziyyətini təyin edən cəmiyyətdir. Cismin istənilən anda vəziyyətini təyin edən cəmiyyətdir. İndi biz fərz eləyək ki, cismi A nöqtəsindən hərəkətə başlatmışıq, yəni oradan buraxmışıq. Başlanğıc fazanı da sıfırdan qəbul edək. Cisim A'dan O'ya gedəndə nə qədər bucaqçır? Bir dilimimiz, bax bu 4 dilim bir tam rəqsdir. Bir tam rəqsdə çevrədə 360 dərəcə idi. Burada da belədir, 360 dərəcədir. Onda hər bir dilimə 90 dərəcə, yəni pi bölə 2 düşür. Hər bir dilimimiz məsafəcə amplitud qədərdir. Demək, bu məsafə amplituddur, x-im. Eyni zamanda fazaca da pi böl 2'dir, yəni 0.5 pi. Yəni bu məsafə amplituddur, x-im. Fazaca bir dilimimiz 0.5 pi'dir. Geri qaydanda da həminki qayda. 0.5 pi 0.5 pi. 4 tane 0.5 pi 2 pi tamamlanır, bir rəqs bitir. İndi deməli bir dilimimiz 0.5 pi'dir. İndi deyək ki, cismi A nöqtəsindən sərbəst buraxmışıq. Başlanğıc fazada 0'dır. 1 pi'dən sonra cisim hansı nöqtədə olacaq? 1 pi'dən sonra 0.5 0.5 1 pi'dən sonra olur B nöqtəsində. Biz cismin B nöqtəsində olduğunu təyin etdik. Və yaxud da 1.5 pi'dən sonra hansı nöqtə olacaq? A nöqtəsindən sərbəst baxırıq. 1.5 pi'dən sonra 3 dilim gedəcək, O nöqtəsində olacaq. Buradan da görürük ki, rəqsin fazasını bilməklə biz cismin hansı nöqtədə olduğunu təyin eləyə bilərik. Ona görə rəqsin fazasının tərifi buradan gəlir. Cismin istənilən anda vəziyyətini, olduğu yeri təyin edən cəmiyyət rəqsin fazası adlanır. Buradakı fi 0 başlanğıc fazadır, fi fazadır. Omega dövrü tezlikdir. Dövrü tezliklə rəqs tezliyini qarışdırırlar bəzən. Qarışdırmaq olmaz. Rəqs tezliyi nödür, dövrü tezlikdə omegadır. Biri rəqs tezliyi 1 saniyədəki rəqslərin sayıdır, dövrü tezliyi isə 2 pi saniyədəki rəqslərin sayıdır. Və bir də rəqsi hərəkətdə yol düsturları var. Cismin getdiyi yol. İndi bir tam rəqsdə cisim nə qədər yol getdi? Bir tam rəqsdə 4 amplitud yol gedir. 2 rəqsdə olacaq 8 amplitud, 5 rəqsdə olacaq 4'ü vuracaq 5'e 20 amplitud və s. N rəqsdə 4 amplitudu vurmalıyıq N-ə. Bir rəqsdə 4 amplituddur, N rəqsdə də N-ə vuracaq, olacaq 4 amplitud vurulsun N. Rəqslərin sayı. Deməli, yolun düsturu belə olur. L və yaxud da S hərfinə işarə edərək heç bir fərqi yoxdur. S ilə işarə edək. 4 amplitud, yəni x-im vuraq N. Əgər 1 dövrsə 4 olacaq, 2 dövrsə 8 olacaq, 8 amplitud olacaq və s. Tezliyin düsturundan, buradan tezliyin düsturundan N-i tapsaq, olur nü vuraq T. Gətirib yerinə yazsaq, olur 4x-im nü vurulsun T. Periyodun düsturundan N-i tapsaq, rəqs sayını, olur kiçik T bölünsün böyük T. Gətirib yerinə yazsaq, olur 4x-im kiçik T bölünsün böyük T. Bu da olur çevrə, daha doğrusu rəqsi hərəkətdə yol düsturları. Bu cəmiyyətlər rəqsin fazası zamana görə təbii ki dəyişir. Rəqsin fazasının dəyişməsindən çox da istifadə olunmur. Amma tezlik, period, dövrü tezlik, bir də amplitud. Bu cəmiyyətlər zamana görə dəyişmir. Əgər təbii ki bizim baxdığımız rəqs hərəkətdə enerjisi nəzərə alınmırsa. Biz indi harmonik rəqs deyəcək. Harmonik rəqs enerjisi nəzərə alınmayan rəqs, yəni sönməyən rəqsdir. Fərz edirik ki, cismi A nöqtəsindən sərbəst buraxanda bu sonsuz olaraq, daimi olaraq rəqsi hərəkət icra edir. Sonsuz olaraq. Belə rəqsə harmonik rəqs deyirik. Ya da sönməyən rəqs demək olar. İndi harmonik rəqsdə amplitud dəyişmir. Cisim 1 metr məsafəyə gedirsə tarazlıq vəziyyətindən, növbəti 2-ci rəqsdə də 1 metr məsafəyə gedəcək, 5-ci rəqsdə də, 10-cu rəqsdə də. Bir tam rəqsə 3 saniyə vaxt sərf edirsə, 5-ci rəqsdə də 3 saniyə vaxt sərf edəcək, 10-cu, 20-ci, 50-ci və s. bütün rəqslər 3 saniyə vaxt sərf edəcək. Çünki enerjisini nəzərə almırıq. Deməli, perioddur, rəqs tezliyidir, dövrü tezlikdir, bir də amplituddur. Bu cəmiyyətlər zamandan asılı olmayaraq sabit qalırlar. Bunların qrafikində qeyd edək buradan.
xm yəni amplitud tezlik, periyod, dövr tezlik. Bu dörd cəmiyyət zamandan asılı deyildir. Təbii ki, başqa cəmiyyətlərdən asılıdır, bir-birlərindən asılıdırlar. Periyodla tezlik heç bunu qeyd edilmədi. Periyodla tezlik bir-birinin tərsidir və bir-birindən tərs asılıdır. Biri 5 dəfə artadan, digəri 5 dəfə azalacaq. Dövrü tezlik periyoddan tərs, rəqs tezliyindən düz mütənasib asılıdır. Bir-birlərindən asılıdırlar. Amma zamandan heç biri asılı deyildir. İndi rəqsi hərəkətdə bu cəmiyyətlər dəyişmir. Bəs dəyişən cəmiyyətlər hansılardır? Bir dedik rəqsin fazasıdır. Rəqsin fazası zamandan xətti olaraq dəyişir. Başlanğıc fazada 0 olsa, koordinat başlanğıcından başlayacaq. Bunun da qrafiki, onu da qeyd edək. Rəqsin fazasının qrafiki zamandan xətti asılıdır. Əgər başlanğıc faza varsa, qrafimiz bu formada olacaq. Başlanğıc faza yoxsa, yəni sıfırdan qəbul edirsə rəqsin başlanğıc fazasını, onda qrafimiz bu formada olacaq. Və zaman da verirsə bizə dövr tezliyi biz tapa bilərik. Bir dənə nümunə deyiləm. Misal üçün buraya yazaq 10. Bunun başlanğıc fazası olsun, tutalım ki 300. Burada olsun 450. Dövr tezliyini tapın. Belə bir sual çıxsa qabımıza. Təbii ki, əsas vahidlərləndir. Dövr tezliyin düsturu rəqsin fazasında oldu. Delta fi bölünsün delta t. Fazanın dəyişməsi başlanğıc 300, sonu 450. Dəyişmə 150 bölünsün zaman. Zaman da 10 elədi 15 Hz. Bunu biraz sərgəli formada yazaq, heç silməyəcəm, burada qalar. Deməli, omega bərabərdir. Delta fi bölünsün delta t. Ya da ki, fi çıxılsın fi 0 bölünsün delta t. 450 çıxaq 300 elədi 150 bölünsün 10 saniyə. Bu da eləyir 15 Hz. Deməli, rəqsin fazası zamandan xətti asılıdır. Digər bu 4 cəmiyyət zamandan asılı deyildir. Rəqslər sayı əlbəttə ki, zamandan düz mütənasib asılı olacaq. Çünki zaman keçdikcə rəqslər sayı çoxalır. Bir də zamana görə bunlar dəyişməyən cəmiyyətlər oldu. Bir dənə bu dəyişdi. Zamana görə digər dəyişən cəmiyyətlərdə sürət, yer dəyişmə, təcil, bunlar zamana görə dəyişəcək. Özü bizim bildiyimiz kimi dəyişməyəcək, müxtəlif dəyişəcək. Sinus və yaxud da kosinus qanunu ilə dəyişəcək. Sinus kosinusun qrafikini riyaziyyatdan bir çoxumuz bilir. Bax, burada mən qeyd eləmişəm. Bunları bir yadımıza salaq. Sinusun qrafiki budur birinci. Müsbət sinusun daha doğrusu. Müsbət sinusoid, mənfi sinusoid. Necə seçə bilərik? Sıfırdan başlayanlar sinusoiddir. Maksimum qiymətindən başlayan kosinusoiddir. Biz bilirik ki, sinus sıfırda 0 alır. Kosinus isə sıfırda maksimal qiymətini alır, 1 alır. İndi burada sıfırdan başlayanlar sinus qrafiklərdir. Sıfırdan başlayıb birinci rübə tərəf gedirsə, yuxarı gedirsə müsbət sinusoiddir. Sıfırdan başlayıb aşağı dördüncü rübə tərəf gedirsə mənfi sinusoiddir. Müəyyən, yəni maksimal qiymətindən başlayan da kosinus qrafiklərdir. Əgər müsbət maksimumdan başlayırsa, müsbət kosinusoiddir. Mənfi maksimumdan başlayırsa, mənfi kosinusoiddir. Əlbəttə ki, sinusla da kosinusun maksimal qiyməti müsbət 1, minimal qiyməti mənfi 1-dir. Bir də biz törəmə bilməliyik. Sürət, təcil və yer dəyişməni öyrənmək üçün. Bax, bu törəmələri mütləq bilməliyik. Sinusun törəməsini bilirdik, sadədir. Sinusun törəməsi kosinusdur, kosinusun törəməsi mənfi sinusdur. Sinus omega t-nin törəməsi. Sinus omega t-nin törəməsi. Omega vuraq kosinus omega t. Kosinus omega t-nin törəməsi mənfi omega vuraq sinus omega t olur. İndi bir sürəti təsəvvür eləməyə çalışaq. Fərz eləyək, cismi A nöqtəsindən sərbəst buraxdıq. Cisim O nöqtəsinə hərəkət elədiyi müddətdə yeyinləşəcək, sürət artacaq. Daha sonra O nöqtəsindən B nöqtəsinə gedəndə yavaşlayacaq. Çünki geri qayıtmağa çalışmalıdır. Bu cisim ağırlıq qüvvəsi bunu B-də tarazlıq vəziyyətinə qaytarmağa çalışır. Daha doğrusu ağırlıq qüvvəsi yox, ağırlıq qüvvəsi və gərilmə qüvvəsinin əvəzləyicisi. Bu cismə həm ağırlıq qüvvəsi təsir edir, həm də gərilmə. Onların əvəzləyicisi də hər zaman tarazlıq nöqtəsinə doğru yönəlir. Ümumiyyətcə, rəqsi hərəkətdə qüvvə hər zaman tarazlıq nöqtəsinə doğrudur. Cisim harda olsun.
Təbii ki, qüvvə tarazlıq nöqtəsinə doğru olduğuna görə təcil də hər zaman tarazlıq nöqtəsinə doğru yönələcək. Amma sürət elə deyil. Cisim A-dan O-ya gedəndə sürət tarazlıq nöqtəsinə doğru, O-dan B-yə getdikdə isə sürət kənar nöqtəsinə doğru yönəlir, sürətin istiqaməti. İndi kənarlarda bu cismin sürəti 0 olur. Kənarlarda bir anlıq dayanır, çünki geri qayıtmalıdırlar. Deməli, cismin burada sürəti 0, sürət artır, yeyinləşən hərəkət eləyir. O nöqtəsində cismin sürəti maksimum olur. Daha sonra B nöqtəsinə gedəndə yavaş hərəkət eləyir. Yenidən B nöqtəsində sürəti 0 olur. Deməli, cismin sürəti 0-dan maksimuma, maksimumdan 0-a, 0-dan maksimuma, maksimumdan 0-a dəyişir. Yəni, sinus və yaxud da kosinus qrafiki kimidir. Artır, azalır, artır, azalır. Ona görə bizim burada sürət, təcil və koordinat, daha doğrusu yer dəyişmə qrafiklərimiz bu formada olacaq. Sinus və yaxud da kosinus qanunu dəyişir. Nəinki olar? İmpuls, qüvvə, kinetik enerji, potensial enerji və s. bunların hamısı bu qanunlarla dəyişəcək. İndi fərz eləyək ki, cisim A nöqtəsindən başlayıb hərəkətə. A nöqtəsində bu cismin yer dəyişməsi maksimal qiymət alır. Tarazlıq nöqtəsində cismin yer dəyişməsi 0-dır. Cismi tutalım ki, A nöqtəsinə doğru çəkdik. A nöqtəsindən sərbəst buraxdıq. A nöqtəsində bu cismin tarazlıq nöqtəsinə nəzərən yer dəyişməsi maksimumdur. Yəni, yer dəyişmə maksimumdan başlayıb. İndi maksimumdan başlayan qrafikimiz bizim kosinusoiddir. Deməli, kənar vəziyyətdən başlayanda yer dəyişmə maksimumdan başlayır. Kənar vəziyyətlərdə sürət 0 olur. 0-dan başlayan sinus qrafiklərdir. Deməli, kənar vəziyyətlərindən başlayanda sürət sinus qrafiklərindən olacaq. Kənar vəziyyətdən başlayanda deməli, yer dəyişmə kosinus qrafikindən, kosinus funksiyasına dəyişəcək. Sürət isə sinus funksiyasına, ya da sinus qanunundan dəyişəcək. Tarazlıq nöqtəsində də əksinə. İndi fərz eləyək ki, kənardan başlayıb rəqs hərəkətə, cisim hərəkətə, kənar vəziyyətdən başlayıb. Onda onun yer dəyişməsi kosinus qanunundan dəyişməlidir. Və bu formada tənliklər görəcəyik biz. Birinci buradan qeyd ediləm, x bərabərdir xm kosinus omega t. Bu formada tənliklər görəcəyik. Bu tənlikləri biz əzbərləməli deyilik. Bunu məsələdə bizə veriləcək. Sadəcə biz bilməliyik ki, bu cisim kosinus qanunundan dəyişirsə, deməli başlanğıcı maksimaldan başlayıb. Və biz bilirik ki, kosinusun maksimal qiyməti 1-dir. Ona görə kosinusun qabağında duran rəqəm nədirsə, x-in ala biləcəyi, yəni yer dəyişmənin ala biləcəyi ən böyük qiymət budur, yəni amplituddur. Misal üçün, belə bir tənlik görsək, x bərabərdir. Bir də burada omega t-də rəqsin fazasıdır. Fazada bucaqdır. Yəni kosinus alfadır. Alfanın yerinə fi yazırıq, fin də yerinə omega t yazırıq. Və yaxud da belə də yazmaq olar. Kosinus fi 0 üstəcələk omega t. Əgər başlanğıc faza nəzərə alınsa, olsa, əgər məsələdə bizə verilsə, onda bu formada olacaq. İndi belə bir tənlik görsək, x bərabərdir 4 sinus deyək ki, pi bölə 2 üstəcələk 3t. Bu formada bir tənlik görmüşük. Biz bunu əzbərləməli deyilik. Sadəcə buradan rəqəmləri, kəmiyyətlərin qiymətlərini götürməyi bilməliyik. Buradakı 4 nəyin yerində durur? X-in ən böyük ala biləcəyi qiymətin yerində durur. Çünki sinus maksimum 1 ala bilər. Sinus 1 alsa bunun hamısı 1-ə getdi. X-in ala biləcəyi ən böyük qiymət 4-dür. Yəni X-in maksimal qiyməti amplitudu 4-dür. Burada rəqsin başlanğıc fazası fi 0. Buradan görür ki, fi 0 sərbəst durandır. Deməli, pi bölü 2 durur fi 0-ın yerində burada. Və omega dövrü tezlikdə zamanın qarşısında durandır. Deməli, dövrü tezliyimizdə 3 Hz-dir. Bu qiymətləri götürməyi bilməliyik. Yaxşı, indi fərz edək ki, yer dəyişmə sinus qanunundan dəyişir. Tarazlıq vəziyyətindən başlayıb cisim hərəkətə. Tarazlıq vəziyyətindən bir zərbə endirmişik, oradan başlayıb hərəkətə. Yer dəyişmə deyək ki, sinus qanunundan dəyişir. Xm sinus başlanğıc fazanda 0 qəbul edək. Omega t. Belə bir qanunu dəyişir. İndi bunun qrafiki sinus görürük buradan. Qrafiki necə olacaq? Sinus qrafiki olacaq. Bax, bu formada olacaq. Özdə qabağında da mənfisi yoxdur. Müsbət sinusoid qrafiki olacaq. Belə. Buradan müsbət sinusoid qalsın üzərində. Buraya yazaq x, burada yazaq t. Yer dəyişmə zamanası. Və sinus kosinus qrafikində sinusun maksimal qiyməti, bax bu nöqtə üçün sinusun qiyməti 1 verir. Eyni zamanda burada da. Sinusun bu qiyməti 1-dir. Kosinusun bu qiyməti 1-dir.
Burada da kosinüsün bu qiyməti 1'dir. Aşağı tərəfdə mənfi 1'dir. İndi burada x'in bax bu ala biləcəyi ən böyük dəyər artıq burada 1 deyil. Sinüs kosinüsdə 1 olur. Amma burada x'in ala biləcəyi ən böyük dəyər xm'dir. Sinüs 1 olanda biz də bura 1 yazmayacağıq. Ən böyük xm ola bilər. Yəni bu nöqtə bizə verir rəqsin amplitudunu, xm'i. Aşağı nöqtə isə bax bu nöqtə isə bizə verir mənfi xm'i. Buradakı mənfi şərti bir şeydir, istiqamət bildirir. Biz məsələlərdə o mənfini nəzərə almayacağıq. Belə. Və rəqsi hərəkətdə biz dedik ki, cisim bir tam rəqsdə neçə amplitud yol gedir? 4 amplitud yol gedir. Yəni 4 dilim yol gedir. 4 dilimə uyğun zamanda bizə verdi periodu. Rəqsin periodunu. İndi bir dilimdə nə zaman bitir? Bir dilim. Amplitud yer dəyişmə maksimal qiymətinə 0 qiymətinə çatanda. Maksimalından 0'na və yaxud da 0'ından maksimal qiymətinə çatanda bir dilim bitirdi. İndi burada 0'dan başladı. Maksimal qiymət də buradır. Deməli bax bu isə bir dilimdir. Bir amplituddur. Bura bir dilim. Sonra bu nöqtədən yenidən 0 olana qədər bax bu isə bir dilim. Buradan 0'dan mənfi xm'ə qədər bir dilim, mənfi xm'dən 0'a qədər bir dilim. Hər biri bir dilim. 1, 2, 3, 4. 4 dilim saydıq. 4 dilimin sonu üçün zaman bizə nə verirdi? 4 dilimə sərf olunan zaman period. Deməli, qrafiklərimizdə zaman oxun üzərindəki 4 dilimə uyğun qiymət bizə periodu verməlidir. Buradan period tapa bilərik. Eyni zamanda tezliyi də tapa bilərik. Periodu tapıb tərs qiymətini götürə bilərik. Misal üçün bu nöqtənin qiyməti 4 olsa, period 4, tezlik də 4'də 1, yəni 0'dan %25 qeyd edə bilərik. İndi yer dəyişmə bu qanunun dəyişli qrafiki belə oldu. Bəs bizdən sürət soruşursa, sürət hansı qiymət qanunundan dəyişir? Bunu bizdən istəsə qrafiki necə olur? Onda nə edəcəyik? Biz düz xəttli hərəkətdən öyrənmişik ki, koordinatın törəməsi, yer dəyişmənin törəməsi bizə sürəti verir. Sürətin də törəməsi bizə təcil verir. İndi deməli yer dəyişmədən törəmə alsaq, sürətə keçmiş olarıq. Yəni biz bu ifadədən törəmə alıb sürətə keçə bilərik. Gəlin keçək. Sürət bərabərdir, v bərabərdir. Bu ifadənin törəməsini alsaq, xm sabit kimi qabaqda qalır, xm. Sinus omega t'nin törəməsini burada gördük. Sinus omega t'nin törəməsi omega vuraq kosinus omega t'dir. Deməli sinus omega t'nin törəməsi omega vurulsun kosinus omega t olur. İndi buradan sürətin tənliyini gördük. Sürət hansı qanunun dəyişdi? Kosinus qanunundan. Qabağında da mənfisi yoxdur. Deməli müsbət kosinus qanunundan dəyişdi. Yəni baxın bu qanundan dəyişdi. İndi buraya yazaq sürət v, buraya yazaq t. Zamandan asılı. Və sürətin ala biləcəyi ən böyük qiymət, bax bu hissə. Burada bizə x'in qrafikində ən böyük qiymət xm'i verirsə, sürət qrafikində bu nöqtə bizə verəcək vm'i. Yəni sürətin ala biləcəyi ən böyük qiymət, bu nöqtədə bizə verəcək sürətin ala biləcəyi ən böyük qiymət yenə, amma mənfidən, mənfi vm. Yenə deyirəm, bu mənfi şərti bir şeydir. Yenə burada da 4 dilim sayıb periodu tapa bilərik. 1, 2, 3, 4 dilimin sonuna uyğun. Bax bu nöqtə uyğun zaman bizə verir periodu. 4 dilimin sonuna uyğun zaman bizə periodu verir. Yaxşı, indi sürət hansı qanunun dəyişir gördük. İndi burada sürətin ala biləcəyi ən böyük dəyər nədir? Gəlin ona baxaq. Sürətin ala biləcəyi ən böyük qiymət. Kosinüs maksimum 1 qiymətini ala bilər. Onda kosinüs 1 alsa sürət hansı qiymət alacaq? Bax bu geri qalan xm vurulsun omega qiymətini alacaq. Deməli sürətin ala biləcəyi ən böyük qiymət belədir. Xm omega. Deməli vm bərabərdir xm vurulsun omega. İndi xm omeganın yerinə vm yazsaq, onda bu tənliyimiz bu formada olacaq. V bərabərdir vm vurulsun kosinus omega t. Tutaq ki, bizə bir sürət tənliyi verir. V bərabərdir 6 sinus 5t tutalım ki, belə bir tənlik verir. Burada duran 6 artıq nəyin qiyməti? Artıq buradakı 6 amplitud deyil. Sürətin maksimal qiyməti. Buna da deyirlər sürətin amplitud qiyməti. Yer dəyişmənin ən böyük qiymətinə amplitud deyilir. Amma sürətin ən böyük qiymətinə sürətin amplitud qiymət deyilir. Deməli buradakı 6 artıq xm deyil. Diqqətli olmaq lazımdır. Bəzən şagirdlər səhv edir. Burada xm 6 götürür. Apar yerinə qoyur, səhv
Sualı səhv çıxır. Amma buradakı 6 Vm'dir. Yəni sürətin ala biləcəyi maksimum dəyərdir. Vm 6 metr saniyə. Buradakı omega da T'nin qabağında duran 5 Hz. Bu formada qiymətlərimizi götürürük tənlikdən. İndi biz omeganın düsturlarını görmüşdük. Dövr tezliyinin düsturlarını görmüşdük. Gətirib nəzərə alsaq, bu düsturumuz bu formaya düşür. Xm vurulsun omeganın da yerinə 2 pi böl T. 2 böl T vurulsun Xm. 2 pi nü yazsaq omeganın yerinə 2 pi nü Xm. Bir də 2 pi nünü də atsaq n böl T Xm. Oldu 2 pi n Xm bölünsün T. Bu oldu sürətin maksimal qiymətinin düsturları. Bak burada əzbərlənəsi düsturlar bu düsturlardır. Bu qırmızı ilə yazdığım düsturlardır. Daha bax bu düsturlar əzbərlənəsi düsturlar deyil. Onlar dəyişə bilər. Sinusla da sinus qanununda dəyişə bilər, kosinus da ola bilər, mənfi sinus da ola bilər, mənfi kosinus da ola bilər. O məsələlərdə bizə veriləcək. O şərti olan bir şeydir. Biz sadəcə bax bu düsturları əzbərdən bilməliyik məsələlər üçün. Və bir də bunu da təkrar qeyd edirəm ki, rəqs kənar vəziyyətdən başlayırsa, cisim rəqsə kənar vəziyyətdən başlayırsa, onda onun yer dəyişməsi kosinus qanununda dəyişir, sürəti isə sinus qanununda dəyişir. Tarazlıq vəziyyətindən başlayırsa, əksinə yer dəyişmə sinus qanununda dəyişir, çünki burada yer dəyişmə sıfırdır. Sürət orada maksimumdur, sürət kosinus qanununda dəyişir, tarazlıqdan başlasa. İndi keçək təcilə. Təcili hardan tapa bilərik? İndi sürəti aldıq, sürət qrafikini gördük. Təcil qrafikini də qurmaq üçün nə edə bilərik? Sürətdən törəm ala bilərik. Sürətin törəməsi biz bilirik ki, bizə təcili verir. İndi deməli yazaq A bərabərdir. Təcil almaq üçün bundan törəm alacağıq. Vm yenə sabit kimi çıxır qabağa. Sürətin maksimal qiyməti sabit bir qiymət. Deməli bütün cəmiyyətlərin maksimal qiyməti sabitdir burada. Cəmiyyətin özü dəyişə bilər. Sürətin özü dəyişir. Artır, azalır. Amma sürətin maksimal qiyməti sabitdir. Tarazlıq vəziyyətində sürət tutalım ki 10 metr böl saniyə olursa maksimal qiymətində hər zaman tarazlıqdan keçəndə sürəti 10 olacaq. Maksimal qiyməti sabit olacaq. İndi bundan törəm alsaq Vm kosinus omega t'nin törəməsi mənfi omega sinus omega t'dir. Mənfi omega vurulsun. Omeganı çıxartdım qabağa. Mənfi sinus omega t. Buradakı mənfini qabağa da çıxarda bilərik. Ən qabağa. Gətirib sürətini də qabağından yazmaq olar. Amma oradan yazmıram. Çünki istəyirəm biləsiniz ki, buradakı mənfi bax bu cəmiyyətlərin mənfisi deyil. Biz o cəmiyyətləri müsbət götürəcəyik. Bu mənfi sinusoid olan mənfidir. Yəni qrafikimiz mənfi sinusoid olacaq. İndi mənfi sinusoid burada hansı idi? Mənfi sinusoid bax bu qrafikdir. Deməli bax təcil bu qrafik olacaq qrafiki. Bu qanunla dəyişəcək. Təcilin qrafiki olur belə. Mənfi sinusoid. Sıfırdan başlayıb aşağı gedir. İndi buradan qrafikin üstündən qeyd edək təcil və zaman. Onda bax bu nöqtə bizə verir artıq təcilin maksimal qiyməti. Sürət qrafikində sürətin maksimal qiyməti, təcil qrafikində təcilin maksimal qiymətini verir. Bu nöqtəyə uyğun təcil də bizə verir mənfi A maksimumu. Təcilin, buna da deyəcək təcilin amplitud qiyməti. Amplitud demək ümumiyyətlə ən böyük deməkdir amplitud. Nəyin amplitud qiyməti deyiriksə, məsələn, enerjinin ən böyük qiyməti, yəni enerjinin amplitud qiyməti belə deyə bilərik. Sürətin amplitud qiyməti o demək ki, sürətin ən böyük qiyməti, təcilin amplitud qiyməti o demək ki, təcilin ən böyük qiyməti. İndi qrafikimiz oldu belə. Sinus bayaq dediyimiz kimi ən böyük bir qiymətini ala bilər. Fərz edək ki, sinus bir qiymətini aldı. Onda geriyə nə qalır? Yəni təcilin ala biləcəyi ən böyük qiymət nədir? Vm vuraq omega. Deməli, təcilin ala biləcəyi ən böyük qiymət A maksimum bərabərdir Vm vuraq, V maksimum vuraq omegadır. Ala biləcəyi ən böyük qiymətdir. Bu təcilin maksimal qiymətinin düsturu olur. İndi gətirib Vm omeganın yerinə AM yazsaq, yəni A'nın maksimal qiymətini yazsaq, tənliyimiz belə olacaq. A bərabərdir A maksimum sinus omega t. Mənfisi də var. O mənfini də qabağa çıxardıram. A maksimum sinus omega t. İndi biz burada mənfi aldıq. Bu demək deyil ki, həmişə mənfi olacaq təcil. Mənfidən başlayacaq. Müsbət də ola bilər. Müsbət sinus da ola bilərdi. Mənfi kosinus da ola bilərdi. Müsbət kosinus da ola bilər. Bunlar dəyişir. Yenə deyirəm, bunları belə əzbər yadda saxlamayın. Bunlar dəyişir. Bizə lazımdır təcilin maksimal qiyməti.
İndi V'min düsturunu görmüşdük biz burada. V maksimumun düsturu x maksimum vuraq omegadır. X'm omega. Gətirib burada nəzərə alsaq, onda bizim düsturumuz bu formaya düşəcək. A maksimum bərabərdir. V'min yerinə yazıram x maksimum omega. Bir dənə də omega burada var. Onda olur x maksimum omeganın kvadratı. Bir də belə bir şey də yaza bilərik. A maksimum bərabərdir. Buradan x'mi tapsam, nə alırıq? X'mi tapsaq, V maksimum bölünsün omega alırıq. Gətirib burada V'min yerinə yazdım. Daha doğrusu V'min yox. X'min yerinə. Səhv yazdım. Omega'nı tapsaq buradan. Buradan omeganı tapsaq nə alırıq? Vm bölü xm alırıq. Gətirib bax burada omeganın yerinə yazacağım. Vm bölünsün xm. Bir dənə də Vm onun yanında var. Oldu Vmin kvadratı. Bu düsturları bənzədə bilərik çevrə öz hərəkətdə təcilin düsturları. Yadımıza salaq. A bərabər idi. V vuraq omega. Ya da omega V. Sonra A bərabərdir. Omega kvadratı R. A bərabərdir. V kvadratı bölünsün R. Baxın, bu düsturlarla bənzərlik təşkil edir. Rəqsi hərəkətlə çevrə öz hərəkət ümumiyyətcə bənzər hərəkətlərdir. Hər ikisi təkrarlanan hərəkətdir. Amma rəqsi hərəkət tarazlıq nöqtəsi ətrafında təkrarlanan hərəkətdir. Çevrə öz hərəkət isə çevrənin bir mərkəz ətrafında fırlanma hərəkətdir. Düsturlar da bənzər. Sadəcə hər yerdə, R-in yerində xm duracaq burada. Və çevrədə təcilin qiymətini öyrənirik. Təcil sabit idi. Burada da təcilin maksimal qiymətini öyrənirik. Təcilin maksimal qiyməti sabitdir. Sürətin maksimal qiyməti sabitdir. İndi təcil, koordinat, bir də sürət. Bunların qrafikinə baxsaq, koordinat sıfırdan başlayanda sürət maksimumuna başladı. Təcil də sıfırdan başladı, amma aşağı getdi. Bunların üçünü də bir qrafikin üstündə göstərməyə çalışırım. Hər üçünü bir qrafik üstündə göstərək. Deməli, koordinatın qrafiki buydu. Başlanğıc anda koordinat hardan başlamışdı? Koordinat sıfırdan başlamışdı. Deməli, koordinat sıfırdan başlayanda, yəni bax, koordinatımız bu nöqtədə olanda, yer dəyişməmiz bu nöqtədə olanda, sürət hardan başlayıb? Sürət maksimal qiymət, təpədən başlayıb. Deməli, sürət burada olub, təpədə. Təcil harda olub? Təcil də yenə sıfırdan başlayıb, amma aşağı doğru gedir. Yəni, bax, bu nöqtədə olub təcildə. Bax, buradan görürük ki, rəqsi hərəkətdə təcil sürətdən bir dilim qabaqdadır. Sürət də koordinatdan bir dilim qabaqdadır. Yəni öndədir. Ön deyəndə bu tərəf nəzərdə tutulur, sağ tərəf nəzərdə tutulur. Deməli, deyə bilərik ki, rəqsi hərəkətdə təcil rəqsləri sürət rəqslərini bir dilim qabaqlayır. Bir dilimimizdə pi bölə 2-dir. Ya da 0.5 pi-dir fazaca. Deməli, təcil sürəti pi bölə 2 qədər qabaqlayır. Sürət də koordinatı pi bölə 2 qədər qabaqlayır. Təcil isə koordinatı pi qədər qabaqlayır. 180 dərəcə 2 dilim qabaqlayır. Təcil sürəti pi bölə 2 qədər, sürət koordinatı pi bölə 2 qədər, təcil koordinatı pi qədər qabaqlayır. İndi bizə təcilin qrafikini versə, digərlərin qrafikini artıq biz qura bilərik. Tutalım ki, təcilin qrafikini verir bizə. Olsun bu təcilin qrafiki. Biz qurmaq istəyirik yer dəyişmənin qrafikini, sürətin qrafikini. Təcilin qrafikini tutalım ki, bizə verir belə. Müsbət sinusoid deyək. Biz koordinata keçməliyik. Təcildən koordinata və yaxud da təcildən sürətə necə keçirik? Təcildən sürətə keçmək üçün bir dilim geri getməliyik. Çünki təcil sürətdən bir dilim qabaqdadır. Deməli, bax, bundan biz bir dilim qabağa geçsək, bunu biraz belə uzadaq qrafikimizi. Bir dilim geri gedəndə, bax, bura gəlib çıxır. Yəni, mənfi maksimumdan, yəni mənfi kosinusoid olur. Deməli, sürətin qrafiki mənfi kosinusoid olur. Koordinata keçmək istəsək, artıq sürətdən də bir dilim geri getməliyik. Sürətdən də bir dilim geri getsək, yəni bundan da bir dilim geri getsək, bax, buradan başlayacaq hərəkətimiz. Təcil buradan başlayanda sürət buradadır, yer dəyişmə də buradadır. Ondan bir dilim əvvəldir. Deməli, sıfırdan başlayıb aşağı getməlidir, yəni mənfi sinusoid olmalıdır. Ya da ki, birbaşa 2 dilim geri gedə bilərdik təcildən koordinata keçəndə. Təcil necədirsə qüvvət elədi qrafiki. Sürət necədirsə impuls elədi qrafiki. Yəni, bax, buradan sürətin yanından impuls da yaza bilərik.
Təcilin yanından qüvvə də yaza bilərik. Yəni qüvvədən impulsa keçmək istəsək nə edəcəyik? Qüvvədən impulsa bir dilim geri. İmpulsdan qüvvəyə bir dilim irəli və s. Və ya da impulsdan koordinata bir dilim geri, qüvvədən koordinata bir dilim, 2 dilim geri, koordinatdan qüvvəyə keçməsək 2 dilim irəli və s. Bir dənə də nümunə deyək, sonra bu hissəni keçək. Deyək ki, bizə verir sürətin qrafikini belə. Olsun müsbət kosinusoid. Bizdən soruşur təcili, koordinatı, impulsu, qüvvəni, bunların hamısını tapaq. Sürət necədirsə mən bilirəm ki, impuls elədir. Onda impulsu elə birə-bir gəlib götürdürüm. Bu da müsbət kosinusoid. Sürətdən təcilə keçmək istəyirəm. Sürətdən təcilə keçmək üçün bir dilim irəli getməliyəm. Bir dilim irəli. Bir dilim irəli gedəndə deməli, bax buradan görək, bir dilim qabağa gedəndə qrafikimiz gəlir bura. Sıfırdan aşağı getməlidir. Deməli təcil sıfırdan aşağı, yəni mənfi sinusoid olmalıdır. Təcili tapdımsa artıq qüvvəni də demək olar tapmışam. Çünki təcillə də qüvvə eyni olur. Birə-bir götürdüm. Koordinata keçmək istəyirəm. Sürətdən koordinata necə keçirik? Sürətdən koordinata bir dilim geri getməklə. Bir dilim geri gedirik. İndi bax buradan bir dilim geri getsək, qrafikimiz buradan başlayır. Sıfırdan başlayıb yuxarı getməlidir. Yəni müsbət sinusoid. Belə. Qrafiklər arasında bu formada rahatlıqla keçid eləmək olur. Əlbəttə ki, törəmə almaqla da, törəməni geri qayıtmaqla da keçmək olur. Amma bir dilim irəli, bir dilim geri bu daha rahat üsuldur. İndi sürətin qrafiki belədirsə, onda buradan deyək ki, impulsun da qrafik belədir. İndi impulsun düsturunu yazsaq, deyək ki, impuls hansı qanunu dəyişir, bunu bilmək istəyirik. Onda impuls olacaq belə, bunu da sürətin qabağına yazıram. P bərabərdir. Düsturumuz MV'dir. Impulsun düsturu M vurulsun V. V'nin də yerinə gətirib bunu yazsaq, onda olacaq M V. V'nin də yerinə V maksimum kosinus omega T yaza bildik. Buradan da görürük ki, impulsla sürət eyni qanunla dəyişir. İndi impulsun ala biləcəyi ən böyük qiymət nəyə bərabərdir? Bu kosinus 1 olsa əgər, onda impulsun ala biləcəyi ən böyük qiymət M V maksimumdur əlbəttə ki. Deməli, impulsun P max bərabərdir M V maksimum. Da bunu da açmıram. V maksimumda yerinə bu düsturların hamısını yaza bilərik. Bir dənəsini yazırım cəmsi. M V maksimum yerinə xm omega. Xm vuraq omega yaza bilirik. Grafikdə olacaq birə-bir sürətlə eyni. Onda elə bu qrafiki kopyalayıram bura. Buradan da sürəti silib hər yerinə yazıram impuls. Bu nöqtə P max verir. Burada mənfi P max verir. Qüvvə hansı qanunla dəyişər? Qüvvənin düsturu M-adır. F bərabərdir M-A. A-nın da yerinə bunu yazsaq, görürük ki, A hansı qanunla dəyişirsə, F də həmin qanunla dəyişir. Heç onu yazmıram. F-in birbaşa maksimal qiymətini yazıram. Qüvvənin maksimal, burada da P-nin maksimal qiyməti idi. Qüvvənin maksimal qiyməti M-A maksimumdur. Yaylı rəqqasda da əvəzləyici qüvvə elastik qüvvəsinə bərabər olduğuna görə əvəzləyicinin yerinə elə elastik qüvvəsi yaza bilərik. Yəni Kx yaza bilərik. F maksimum bərabərdir Kx max da ola bilər. Və qüvvədə təcillə eyni qanunla dəyişir. Deməli, qüvvənin qrafikini çəkəndə də təcilin qrafikini kopyalaya bilərik. Bu oldu qüvvənin qrafiki. Burada oldu qüvvənin maksimal qiyməti. Burada mənfi F maksimum. Tabi bu sinus kosinus adlarını silirəm buradan. Çünki birdən elə bilərsiniz ki, həmişə belə olacaq, həmişə belə olmur. Bunlar dəyişə bilər. Belə. Bir də enerjilər qaldı. Enerjiləri də öyrənək. Kinetik enerji və potensial enerji hansı qanunla dəyişər? Kinetik enerjinin düsturu mv kvadrat bölçüdür. V-ni buradan görmüşük. Gətirib yerinə yazsaq görə bilərik. Deməli, buradan qeyd edirik əlavə. Sürətin qarşısında yer olsa elə oradan qeyd eləyərdik. Elə oradan qeyd edirik. Çünki sürətlə bənzər olacaq. Deməli, kinetik enerjinin düsturu. Y kinetik bərabərdir.
Düsturumuz mv kvadratı bölçüdür. M. V'nin değerini bu ifadəni yazsaq olacaq hamısının kvadratı. V max kvadratı kosinüs kvadratı omega t bucağın kvadratı olmur. Bölünsün 2. Bax buradan görürük ki m v maksimum kvadratı bölü 2 kinetik enerjinin ala biləcəyi ən böyük qiymətdir. Və kinetik enerjinin ala biləcəyi ən böyük qiymət yadımızdasa elə tam enerjidir. Yəni biz bunu belə də yaza bilərik. Y kinetik bərabərdir. Y tam vuraq kosinüs kvadratı omega t. Buradan görürük ki sürət kosinüs qanunundan dəyişəndə kinetik enerji də kosinüs qanunundan dəyişir. Yenə eyni qanundan dəyişir. Amma kosinüsün kvadratı olur. Kvadrat da heç vaxt mənfi ola bilməz təbii ki. Ona görə qrafikimiz 4-cü rübə düşməyəcək. Kinetik enerjinin qrafiki yenə kosinüs qrafiki olur. Sürət kimi. Sürət sinüs olsa o da sinüs qanunu olacaq. Deməli, kosinüs qanunundan yəni müəyyən qiymətdə maksimal qiymətdən başlamalıdır və 4-cü rübə düşməməlidir. Kinetik enerjinin qrafiki olur belə. Ancaq 1-ci rübdə. Və kinetik enerjinin ala biləcəyi ən böyük qiymət də bizə verir nəyi? Tam enerjini. Potensial enerjinin qrafikini qursaq. Potensial enerji deyək ki, yaylı rəqqasdır. Yaylı rəqqasda baş verir rəqsimiz. Yaylı rəqqasın potensial yayın potensial enerjisinin düsturu kx kvadratı bölçüdür. Gətirib onu yazsaq burada. Y potensial bərabərdir. Onu da yazaq x-in qabağından. Bax, bütün qrafiklərdə, istisnasız bütün qrafiklərdə 4 dilin bizə periodu verir. Bunu yaddan çıxartmayıq. Potensial enerjini də yazıram buradan. X'in qabağından. Y potensial bərabər düsturumuz kx kvadratı bölü 2. X'in da yerinə bax bu tənliyi yazsaq. Onda olur k x max kvadratı sinusun kvadratı omega t bölünsün 2. İndi burada kx max kvadratı bölünsün 2 bizə verir potensial enerjinin ala biləcəyi ən böyük qiyməti, maksimal qiyməti, eyni zamanda tam enerjini. Onda biz bunu belə yaza bilərik. Y potensial bərabərdir. Y tam vuraq sinus kvadratı omega t. Yəni tam enerji, potensial enerjinin ala biləcəyi ən böyük qiymət əlbəttə ki, tam enerjidir. Tam enerji həm kinetik enerjinin, həm də potensial enerjinin amplitud qiymətidir. Yəni ala biləcəyi ən böyük qiymətdir. İndi potensial enerji hansı qanundan dəyişəcək? Sinus qanunundan. Elə koordinat hansı qanundan dəyişirsə, həmin qanundan dəyişir. Amma yenə sinus kvadratı var, mənfi olmaz, 4-cü rübə düşməz. Ancaq 1-ci rübdə sinusda 0-dan başlayır. Ancaq qrafikimiz 0-dan başlayır. 4-cü rübə düşmədən belə davam edir. Bu oldu potensial enerjinin qrafiki. Və potensial enerjinin ala biləcəyi ən böyük qiymət bizə verdi tam enerjini. Deməli, kinetik enerjindən potensial enerji, baxın biri sinus olanda o biri kosinus olur. Amma bir dənə fərq ondakı digər qrafiklərlə 4-cü rübə düşmür. Bunu da yadda saxlayaq. İndi buradan tam enerjinin biz düsturunu gördük əslində. Bax, bu kx max kvadratı bölünsün ki bizə nə verdi? Tamı verdi. Sonra m v maksimum kvadratı bölünsün ki bizə nə verdi? Tamı verdi. Bunu biz əvvəlcədən də bilirdik. Tam enerji kinetik və potensial enerjilərinin hər hansısa birinin maksimal qiymətidir və yaxud da aralıqda ikisinin də qiyməti olur. İkisinin də ani qiymətlərinin cəmidir. Onda tam enerjinin düsturlarını biz buradan görə bilərik. Əslində bunları addelini yazsaydıq bəlkə də daha yaxşı olardı. Hər çıxardıram, addelini yazıram buradan. Enerjilər bir tərəfdə olsun. Belə. Biri kinetik enerji, biri potensial enerji. Tam enerjini də qeyd edəcəm bunların ikisinin altından. Tam enerjinin düsturlarını qeyd edək birinci. Yenə qırmızını yazıram. Əzbərlənəsi olan düsturları qırmızını yazıram. Y tam bərabərdir. M v maksimum kvadratı bölünsün 2. Yaza bilərik. Əlbəttə ki, P maksimum kvadratı bölək 2M də yaza bilərik. P maksimum V maksimum bölü 2 də yaza bilərik. Bir sözlə kinetik enerjinin düsturlarının hamısını makslarla, impuls və sürəti makslarla yazsaq olur tam enerjinin düsturları.
Eyni zamanda tam enerji potensialla maksimumudur. Yəni K x maksimum kvadratı bölü 2 F maksimumun kvadratı bölü 2K bir də F maksimum x maksimum bölü 2. İndi tam enerjinin bax bu düsturunu çoxaltmaq da olar. M V maksimum kvadratı bölü 2 bunu çoxaltmaq da olar. Çünki V maksimum biz burada baxın 3-4 dənə düsturunu gördük. Hamısını gətirib yerinə yazsaq tam enerjinin periyodla, tezliklə olan düsturlarını alarıq. Bunlar da vacib düsturlardır. Deməli, tam enerji bərabərdir. Buradan çıxır. M V max kvadratı bölü 2 bərabərdir. M V max'ın yerinə xm omega yazsaq olur xm'in də kvadratı. Omega'nın da kvadratı bölü 2. Daha sonra M xm kvadratı ya da belirləyik. Omega'nı qabağa salıram. Omega'nı atıram. Omega'nın əvəzinə 4 pi kvadratı bölünsün t kvadratı. 4 ilə də bu 2'ni ixtisar edəndə olacaq 2. 2 pi kvadratı. Yeni deyirəm 4 pi kvadratı idi. 4 ilə bu 2 ixtisar edəcək. Ondan o görə bəri başına ixtisar yapardım. 4 pi kvadratı bölünsün t kvadratı. Geri qalan xm kvadratı bir də m. Tezliklə yazsaq, periyodun yerinə 1 bölək nü yazsaq bunun tərsi olacaq. Ya da ki omeganın yerinə 2 pi nü yazsaq olacaq 4 pi kvadratı nü kvadratı. Yəni 4 ilə 2 ixtisar edəndə olacaq 2 pi kvadratı nü kvadratı. Sonra xm var orada, xm kvadratı var, bir də m. Bir də rəqslər sayını da yazmıram, ondan da yaza bilərdik. Bax, bu da olur tam enerjinin periyodla və tezliklə düsturları. Deməli, tam enerji periyoddan kvadratik tərs, tezlikdən kvadratik düz asılıdır, amplituddan da xm-dən. Hər yerdə bu görsənir. Kvadratik düz asılıdır. Tam enerjinin zamandan asılığı sabitdir. Tam enerji dəyişmir. Kinetik potensial biri artır, o biri azalır, bir-birinə çevrilir. Amma tam enerji dəyişmir, sabit qalır. Yəni rəqsi hərəkətdə sabitlərin içərisinə, hadi yazmışdıq burada, sabitlərin içərisinə tam enerjini də əlavə edə bilərik. Ya da ki, onu adlı ilə qurmaq olar. Deməli, tam enerjinin qrafiki. Zamandan asılı deyil, yadda saxlayaq. Əlbəttə ki, yenə deyirəm, bu enerji ikisi nəzərə alınmayanda belə olur. Son olaraq səbətlərimiz var. Onları da qeyd eləyək. Testlərdə daha rahat işləmək üçün səbət yığırıq biz burada. Deməli, 2 dənə səbətimiz olacaq. Səbət də qeyd edirəm. Burada yerimiz var. Buradan. 2 dənə səbətimiz var. Səbətin birində var sürət, impuls, kinetik enerji. Digərində təcil, qüvvə, deməli təcil, qüvvə, yer dəyişmə, potensial enerji. İndi bu səbət nəyə görə belə yığıldı onu da deyim. Baxın, sürət, impuls, bir də kinetik enerji. Bunlar üçü də bir qanunla dəyişdi. İndi sürət hansı qanunla dəyişdi? Biz baxdığımız nümunədə kosinus qanunundan, impuls kosinus qanunundan, kinetik enerji o da kosinus qanunundan. Bunlar üçü bir qanunla dəyişənlərdir. Bu dördü də bir qanunla dəyişənlər. Təcil, qüvvə, yer dəyişmə, bir də potensial enerji. Bunların dördü də bir qanunla dəyişənlərdir. Yəni bu demək ki, bu kəmiyyətlərdən biri artırsa hamısı artır demək. Eyni qanunla dəyişir çünki. Biri artanda hamısı artır. Biri azalanda hamısı azalır. Deməli, və ondan da əlavə səbətin biri artırsa, digər səbət mütləq azalmalıdır. Yəni, sürət artırsa təcil mütləq azalacaq, qüvvə azalacaq.
Potensial enerji azalacaq, yer dəyişmə azalacaq. Və yaxud da qüvvə artırsa, bunların hamısı azalacaq, buradaşların hamısı artacaq. Səbətdə olan bir cəmiyyət artırsa, o səbətin hamısı artır, digər səbət isə hamısı azalır. İndi buna nümunə də deyəcəm. Belə eləyib. Bu səbətləri gətirin bura, lazım olacaq. Bir dənə nümunə deyirəm. İndi fərz eləyək ki, koordinat qrafiki verilib bizə. Yer dəyişmənin zamanla asılı qrafiki. X-in T-dən asılı. Qrafikimiz belədir. Olsun sinus qanunu dəyişir. Burada da bizə nöqtə verir içinə. Deyək ki, bax, bu başlanğıc olsun O nöqtəsi. Bu nöqtə olsun A nöqtəsi. O'dan A'ya yer dəyişmə necə dəyişir, qüvvə necə dəyişir, sürət necə dəyişir, bunun hamısını biz bilməliyik. O'dan A'ya baxırıq ki, yer dəyişmə artır. Çünki 0 qiymətindən maksimal qiymətinə gedir. Bura XM-dir. O'dan A'ya yer dəyişmə artır. Yer dəyişmə artırsa, deməli bu səbətin hamısı artacaq. Qüvvə artacaq, təcil artacaq, potensial enerji artacaq. Sürət azalacaq, impuls azalacaq, kinetik enerji azalacaq və s. Sonra bir dənə də nöqtə buradan verək. A'dan deyək ki, B'yə. A'dan B'yə baxırıq ki, yer dəyişmə azalır. X qrafikidir. A'dan B'yə yer dəyişmə azalır. Maksimal qiymətinə sıfıra gəlir. Yer dəyişmə azalırsa, deməli bu səbətləşlərin hamısı azalır. Təcil, qüvvə, potensial enerji azalır. Bu səbətləşlərin hamısı artır. Bu səbətləri bu tip suallarda yaxşı olar ki, yanımıza yazaq qoyaq. Daha rahat olur. Suallar daha asan işlənilir. Əks halda adi bir diqqətsizlik sualı səhv edir. Bir də demişdik ki, belə bir şəkil görsək, bilməliyik ki, söhbət gedir rəqsi hərəkətdən. Kənar nöqtələr AB, tarazlıq nöqtəsi O nöqtəsi. İndi kənar nöqtələrdə yer dəyişmə maksimum olur, X maxdır. Burada da X maxdır. İndi yer dəyişmə maksimum olanda, bax burada X ən böyük qiymətini alanda, bu demək ki, bu səbətləşlərin hamısı ən böyük qiymətini alır. Deməli, X maksimumsa, digər cəmiyyətlər, yəni qüvvə, təcil də maksimumdur, qüvvə də maksimumdur, potensial enerji də maksimumdur. Eynən burada da. X maksimumdursa, təcil də maksimumdur, qüvvə də maksimumdur, potensial enerji də maksimumdur. İndi biz dedik ki, səbətin biri artanda o biraz alır. Biri maksimum olanda o biri minimum qiymət alır. Minimumda sıfırdır. İndi bu səbət maksimum olanda bu səbətləşlərin hamısı sıfır olur. Yəni kənarlarda bunlar maksimumdursa, digərləri sürət sıfırdır, impuls sıfırdır, kinetik enerji sıfırdır. Eynən burada da sürət sıfırdır, impuls sıfırdır, kinetik enerji sıfırdır. Tarazlıqda əksinə, burada yer dəyişmə sıfır qiymətini alır. Yer dəyişmə sıfırsa, deməli təcil də sıfırdır. Deməli qüvvə də sıfırdır. Deməli potensial enerji də sıfırdır. Bunlar sıfırsa, digər səbət maksimum olmalıdır. Sürət maksimumdur, impuls maksimumdur, kinetik enerji maksimumdur. Belə. Bax, bunları da mütləq bilməliyik. Kənar nöqtələrində nələr sıfırdır, nələr maksimumdur, tarazlıq nöqtəsində nələr sıfırdır, nələr maksimumdur. Bunlar da çox vacibdir. Bunu da bu səbətlərdən çox rahat təyin edə bilərik. Bir də burada cismin hərəkəti var. Rəqsi hərəkətdə cisim əlbəttə ki, bərabər sürətlə hərəkət eləmir. Sürət çünki artıb azalır. Və bərabər yeyinləşən, bərabər yavaşlayan da hərəkət eləmir. Bəzən testlərdə olur, cisim bərabər yeyinləşən hərəkət eləyir, bərabər yavaşlayan hərəkət eləyir. Xeyr. Bu cisim, bu rəqqas, kənar vəziyyətindən tarazlıq vəziyyətinə gələndə düzdür, yeyinləşir, sürəti artır, amma bərabər yeyinləşən deyil. Rəqsi hərəkətdə cəmsi 2 cür hərəkət mümkündür. Ancaq 2 cür. Artan təcillə yavaşlayan, azalan təcillə yeyinləşən. Çünki, baxın, sürətlə təcil başqa-başqa səbətlərdədir. Biri artanda məcbur o biri azalmalıdır. Sürət artanda təcil azalmalıdır, sürət azalanda təcil artmalıdır. Ona görə yeyinləşənsə azalan təcildir, yavaşlayansa artan təcildir. Ancaq 2 cür hərəkət edə bilər. İndi kənar vəziyyətindən tarazlıq vəziyyətinə cismin hərəkəti necə hərəkət? Gəlin baxaq. Kənar A vəziyyətindən deyək, A nöqtəsindən O nöqtəsinə cismin hərəkəti. A'dan O'ya gedəndə baxırıq ki, sürət burada 0 idi, burada maksimum oldu. Sürət artdı. Deməli, yeyinləşəndir.
Yeniləşən hərəkət. Amma təcil baxırıq ki, burada maksimum idi, burada sıfırdır. Yəni sıfıra gedir, azalan təcildir. Deməli oldu azalan təcillə yeniləşən hərəkət. Tarazlıq vəziyyətindən kənar vəziyyətinə gedəndə bu dəfə sürət azalır. Kənarda sürət 0 olur. Sürət maksimumdan 0-a gedir. Deməli yavaşlayan hərəkəti təcil də 0-dan maksimuma gedir. Deməli artan təcildir. Artan təcillə yavaşlayan hərəkət. Ya azalan təcillə yeniləşən olur, ya da artan təcillə yavaşlayan olur. Ancaq iki cür hərəkət mümkündür. Başqa cür hərəkət mümkün deyildir.